Domino, kart, şahmat, şaşki və nərd kimi oyunlar icazəlidir. Şahmat haramdır, çünki düşünmək tələb edir. Domino və şaşki isə olar. Ümumiyyətlə düşünmək haramdır. Ümumiyyətlə oyunlarda bəziləri halaldır, bəziləri, məsələn, nərd haramdır. Nərdə açıq aydın dəlil var. Sonra həmçinin şahmat isə, şahmat baxmayaraq cümhur alimlər haram görüb. Cümhur alimlər, yəni alimlərin çoxusu haram görüb şahmatı da. Düzdür, Əli ibn Əbi Talibdən olan bir əsərə, Ömər ibn Xattabın qaynatasından olan bir məsələyə, hədisə, əsərə istinad ediblər, haram görənlər. O da Əli ibn Əbi Talib, Əmirül-Müminin, Ömər ibn Xattabın qaynatası keçirdi bir dəstənin yanına, onlar şahmat oynayırdılar. Və Əli ibn Əbi Talib o vaxt dedi ki, bu nə oyundur, bütlərdir, bütlərin ətrafında fırlanırsınız. Ona görə bəzi alimlər deyiblər ki, haramdır. Düzdür, bu başqa sahabələrdən də İbn Teymiyyə Rahimullah nəql edir ki, başqa sahabələrdən də var, İbn Ömərdən, İbn Abbasdan ki, şahmatın haram olmağı. Lakin açıq aydın səhih bir dəlil, güclü bir dəlil hələ yoxdur. O Əli ibn Əbi Talibdən də gələn əsər zəif deyiblər alimlər. Hər halda çəkinsən yaxşıdır, çünki əvəz edici məsələlər var, o da şaşkidir, şaşki olar. Dəmnodur, kart çəkinmək lazım, çünki surət var, amma dəmnodur, şaşkidir. Məsələn, bu oyunları oynamaq olar, lakin müəyyən şərtlərlə. Müəyyən şərtlərlə ki, pulla olmasın, ədavət yaranmasın, yəni qəlblərin soyuqluğuna səbəb olmasın, həmçinin ibadətdən səni çəkindirməsin, soyutmasın. Əgər bunlar əlhəmdə olmasa, eyb etməz.